Salam dəyərli izləyicilər, xoş gördük. Bu günləri sizə şərti ehtimal məsələləri haqqında danışacağım. Birinci gəlin düsturla tanış olaq. Orada deməli şərti ehtimal üçün Bayes teoreminə görə yaza bilərik ki, əgər A hadisəsi şərti altında B hadisəsi baş vermişsə, onda bu ehtimal bərabərdir P. A ilə B-nin kəsişməsi bölünsün PB. Bəli, bu nə deməkdir? Əsas bunun anlamıdır. Şəkil təsviri də vermək olar ki, tutaq ki, A hadisəsi, B hadisəsi. A şərti altında B hadisəsinin baş verməsi hadisəsinin ehtimalı. Yəni, burada A ilə B-nin kəsişməsini bölmək lazımdır. Ümumiyyətlə B-yə, B çoxluğun elementlərini. Yəni ki, buradakı bax, bu hissə, qara hissə, kəsişmə, ümumi isə PB-yə bölürük. Gəlin, bunu misallar üzərində daha dəqiq öyrənək və izah edək. Məsələ 1. Bir sinifdə 30 şagird var, onların 16-sı riyaziyyatı, 18-i biologiyanı səfir. Venn diaqramı kimi təsvir edə bilərəm. Deyək ki, bax, riyaziyyat sevənlər, biologiya sevənlər. 16 nəfər riyaziyyat sevir və 8 nəfər həm riyaziyyat, həm də biologiyanı sevir. 8 nəfər, deməli, 8 nəfərə bura yazıram. Yerdə qaldı 16 nəfər. Riyaziyyat isə 8-i burada qaldı. 18 nəfər də biologiyanı sevir. Burada qaldı 10 nəfər. Məsələnin mahiyyəti nədir? Burada şərt verilir ki, təsadüfi seçilmiş bir şagirdin riyaziyyatı sevdiyi məlumdursa. Biz ümumiyyətlə ehtimalı axtaranda əlverişli və ümumi hallar axtarırıq burada. Əlverişli hallar, ümumi hallar. Bizim üçün əlverişli hallar bir şagirdin riyaziyyat sevdiyi məlumdursa, onun biologiya sevməsi ehtimalı. Yəni, həm riyaziyyat sevməlidir, həm də biologiya sevməlidir. Əlverişli halların sayı 8. İndi burada təsadüfi seçilmiş bir şagirdin riyaziyyat sevdiyi məlumdur. Artıq riyaziyyat sevdiyi məlumdursa, bizim üçün ümumi hallar riyaziyyat sevən olmalıdır. Riyaziyyat sevən neçə nəfərdir? 16 nəfər riyaziyyat sevən var. Hadisənin ehtimalı bərabərdir P. 8 bölünsün 16, o da bərabərdir 1 bölünsün 2. Yəni ki, əgər bizdə şərt verilsə ki, bu əsasən burada məlumdursa sözü yazılır, şərti ehtimallardır. Məsələn, bir şagirdin fizika sevdiyi məlumdur. Bir şagird, ümumiyyətlə, məlum hadisələr hansıdır, o bizim üçün ümumi halları göstərir. Keçək ikinci məsələyə. İkinci məsələdə bir işçilərin 40% qadındır. Ümumi götürək, tutaq ki, 100 nəfər işçi var. 40 dənə qadın, 60 dənə də kişi. Qadınların 60%, kişilərin 30% yeni işə başlayanlardır. İndi bunların yeni işə başlayanlar, qadınların 60%. Qadınların 60% edir, 40-ın 60%, 24 nəfər yeni işə başlayanlardır. Kişilərin 30%, 60-ın da 30%, 18 nəfər yeni işə başlayanlardır. Təsadüfi seçilmiş bir nəfərin yeni işə başlayan olmağı məlumdur. Deməli, mən ümumi hadisələrdə, ümumi halları belirləyəcəm. Deyir ki, təsadüfi seçilmiş bir nəfərin yeni işə başladığı məlumdur. Deməli, ümumi hallar bizim üçün 24 və 18 cəmi. Bu da eləyir 42 nəfər bizim üçün ümumi hal var. Onun qadın olma ehtimalı. Qadın da ki, burada 40-ın 60%, yəni yeni işə başlayanların 24%, 60% edir, o da 24 edir. İxtisar apardım 6-ya. 4, 6-ya böləndə 7. Hadisənin ehtimalı 4 bölünsün 7 olacaq. Gəldi 3-cü sual. 3-cü sual, səhv eləmirəmsə, MİQ 2022 sualıdır. 2022. Amma MİQ sualıdır, dəqiq ili yadından çıxıb. Deyir ki, baba da sözünün yerlərini dəyişməklə sözlər düzəlir. Təsadüf edilmiş bir sözün B ilə başlaması məlumdursa. Əgər bunun B ilə başlaması məlumdursa, biz belə tapaq da bunu. Yazaq bura bu. Sonra baba dağ. Bizim üçün ümumi hal nə qədərdir? Əlverişli hal, ümumi hal və əlverişli hal. Hər birini axtaraq. Ümumi hallar, əgər burada deyir ki, B ilə başlaması məlumdursa, artıq burada qırmızı B ilə yazdığıma dəymirəm. Bizim üçün ümumi hallar
abadaq sözünün yerlərinin dəyişməsi düzələn ədədlərdir. Ədədlər yox, hərflərdir. Burada ümumi hallar olacaq belə. Abadaq sözündə 6 hərf var. 3 dənə A hərfi təkrar olunub. Olacaq 6 vurulsun, 5 vurulsun, 4. 120 dənə bizim üçün ümumi hal var. Əlverişli hal isə A-ların yanaşı gəlməsidir. Deməli, yenə də qeyd edirəm ki, bura B yazdım. 3 dənə A-ların yanaşı gəlməsi. D, B, X. Burada 3 dənə A-ların yanaşı gəlməsi, 3 dənə A hərfinə bir dənə hərf kimi baxıram. Bir hərf kimi. Bu ikinci hərf, üçüncü, dördüncü hərf. Buya baxmıram. Bu bizim üçün elə bir ki, sanki tərpənməz bir hərfdir. Artıq orada bizə məlum verilib ki, o bu ilə başlaması məlumdur. Bizim üçün yəni ehtimalı bir hadisə deyil o bu ilə. Yəni görəsən bu başqa yerdə gələ bilərmi? Xeyr, orada yazılıb ki, bu birinci hərfin bu olmağı məlumdur. Artıq buna axtarmağa ehtiyac yoxdur. Bəs burada A hərflərin yanaşı gəlmə neçə hal var? Onda cavab olacaq ki, 4 faktorial qədər. Çünki burada A-ların yerlərini dəyişməyi nəzərə alınmır. Çünki bu hamısı eyni hərf olduğuna görə yer dəyişmə nəzərə. Əgər hər hansı bir şəxs olsa, nəfər olsa və yaxud da müxtəliflik olsa, onda bəli, bunu da təzədən vurardım. 3 faktorial kimi yazıb hesabı gəldi. Demək, ehtimal bərabər olacaq. Əlverişli hallar 4 faktorial, ümumi hallarda 120. 24 bölünsün 120, cavab eləyəcək 1 bölünsün 5 eləyir. Keçək bir başqa tip suala. 4-cü sualda 2 zər atdıqda düşən xalların birinin 3 olduğu məlumdur. Üst-üzə düşən xallar cəmi 8-dən kiçik olması ehtimalını tapın deyil. Əvvəl axtaraq ki, 2 zərin birinin 3 düşməsi üçün nə qədər hal var? Hadisələrin ümumi halları burada məxrəc 36 yox, sadəcə ümumi hallara görə düzməliyəm. Yəni bizim üçün ümumi hallar nədirsə onu axtarmalıyam. Ola bilər 3-1, 3-2, 3-3, 3-4, 3-5, 3-6. Və bunların yer dəyişməsi ola bilər. 1-3, 2-3, 3-3 təzədən götürmürəm, boş götürürəm buranı. 4-3, 5-3, 6-3. Ehtimal bərabərdir. Ümumi hallar 11 dənədir. 11 dənə deməli 2 zərdən birinin 3 düşməsi üçün ümumi hal var. İndi əlverişli hal 8-dən kiçik olması. 8-dən kiçik olması üçün baxaq burada. Deməli 8 3-6-nı götürmərəm, 6-3 götürmürəm. 5-3, 3-5. Deməli qalanları hamısı ödəyir də. 1-2-3, 1, 2, 3, 4, 5, 6. 11-də 6. Bu hadisənin ehtimalı 11-də 6-ya bərabərdir. Və növbəti 5-ci sualımız. Birinci atıcının hədəfi vurma ehtimalı. Birinci atıcı deyək ki, A yazaq. A-nın hədəfi vurma ehtimalı 10-7-dir. P. A bərabərdir 0,7. Vurmamasında yazın bunun ehtimalı. A-nın hədəfi vurmaması ehtimalı 0,3'dir. İkincinə də bir B yazım. Bunun hədəfi vurma ehtimalı 0,4'dir. Vurmaması ehtimalı da üstünü fərqləndirmək üçün bir dənə üstünü xətt qoyuram. Bu da 0,6'dır. Yalnız deyir, hədəfi birinin vurması məlumdursa. Hədəfi yalnız birinin vurması məlum o deməli ki, yəni hadisənin ehtimalını tapmaq üçün bərabərdir. Yalnız yuxarıda yazıram. B-nin vurması. Məxrəcdə isə yalnız birinin vurması. Yalnız birinin vurması. Bunu düstur formatında yazmıram ki, yəni anlayışlı olsun ki, yəni söhbət nəyə gedir. Yəni bu tipli suallarda cavab tapmaq üçün surət yalnız B-nin vurması halı ayrıca tapacaq. Bizim üçün əlverişli hal olacaq. Yalnız birinin vurması üçün bizim üçün ümumi hal olacaq. İndi gəlin yalnız birinin vurması halını tapaq. Yalnız birinin hədəfi vurması ehtimalı.
Yalnız birinin hədəfi vurma ehtimalı o deməkdir ki, hədəfi P bərabərdir. Hədəfi A hədəfi vurur, B vurmur. Və yaxud da ki, A hədəfi vurmur, B hədəfi vurur. Bu da bərabərdir. Burada qeyd eləmişəm ki, yuxarıda A-nın hədəfi vurma ehtimalı 0,7-dir. B-nin hədəfi vurmaması ehtimalı da 0,6-dır. A-nın hədəfi vurmaması ehtimalı 0,3-dür. B-nin hədəfi vurması 0,4-dür. Toplam cəmi eləyəcək bunun 142, bu da 12. 0,54. Bu yalnız birinin hədəfi vurmasıdır. İndi yalnız B-nin hədəfi vurma ehtimalı. Vurma ehtimalı tapaq. O zaman yalnız B'nin ehtimalı vurma ehtimalı yazıram ki, P yalnız B bərabər olacaq. B-nin vurması ehtimalı o demək B hədəfi vurur, A isə hədəfi vurmur. O da B-nin 0,6-dır. A-nın da vurmaması 0,3-dür. Yazıram ki, bərabərdir 0,3. Yəni ümumi quruluş olaraq belə yazacaq. Yalnız B hədəfi vurması o demək ki, B hədəfi vurur, A isə hədəfi vurmur. B-nin hədəf vurması ehtimalı necə yazıldı? 0,4, bu da 0,3. 0,12. Ehtimal bərabər olacaq. 0,12 bölünsün 0,54. 12 bölü 54 ixtisar aparsam 6-ya getsə 2, 9. Hadisənin ehtimalı 2 bölü 9-a bərabərdir. Belə dəyərli müəllimlər, dəyərli izləyicilər, inanıram ki, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşərik. Sona qədər izlədiyinizə görə hər birinizə təşəkkür edirəm.